Binəqədi rayonu Azadlıq prospektində yerləşən Hollywood restoranında kütləvi dava olub. Qafqaz Info məlumatına görə hadisə yanvarın 18-də şou biznes nümayəndələrinə yaxınlığı ilə tanınan prodüser Kənan Məmmədovun ad günü məclisində qeydə alınıb. Məclisdə iştirak edən Adil adlı tiktoker naməlum şəxslər tərəfindən döyülərək xəsarət alıb. Bildirilir ki, tiktokeri döyənlər adı müxtəlif qalmaqallarda hallanan və barəsində Binəqədi rayon polis idarəsi tərəfindən bir neçə dəfə restoranlarda baş verən dava dalaşlarla əlaqədar tədbir görülmüş iş adamı Bilal Əlizadə və onun yaxın çevrəsi olub. Bilal Əlizadə Star Baku, Burju Baku, Show Baku, Badra Baku, Tempo Club restoranlar şəbəkəsinin rəhbəri kimi tanınır. Məlumata görə insident mübahisə zəminində baş verib. Belə ki, Bilal Əlizadə məclisdə iştirak edən qadınlardan birinə yaxınlaşaraq ona qızıl hədiyyə edib. Bundan sonra tiktoker Adil ona yaxınlaşaraq mübahisə edib. Bu zaman dava düşüb. Bilal Əlizadənin masasında əyləşən bloger Ümid Kərimbəyli və Rəşad adlı şəxs Adelə, yəni Nurəddin Babayevə fiziki zorakılıq tətbiq edərək onu döyüblər. Məşhur iş adamı Şərli İsfəndiyara məxsus olan restoran rəhbərliyi tərəfindən hadisə yerinə polis çağırılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, paytaxtın Binəqədi rayonunda yerləşən restoranların birində insident baş verməsi ilə bağlı polisə müraciət daxil olub. Müraciət əsasında təhqiqat araşdırmalarına başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək deyə din bildirib.